Bir ailə düşünün. Öz evlərində illərlə işgəncə görürlər, təcavüzə uğrayırlar. Uşaqlar yoxa çıxır. Amma heç kim polisə getmir. Çünki hamısı eyni adama inanır. Bu, Türkiyə televiziya tarixinin ən qorxulu, ən qanlı hekayəsidir. Palu ailəsi. Hər şey 2018-ci ildə bu ailənin canlı yayıma çıxıb 10 ildir itkin düşən qızımızı axtarırıq deməsi ilə başladı. Amma proqram irəlilədikcə məlum oldu ki, qarşımızda sadə bir itkin hadisəsi yox, tam bir kabus var. Ailənin kürəkəni Tuncer Aktaş özünü cinlərlə danışan bir hoca kimi təqdim edərək bütün ailəni sehirlədiyini iddia edirdi. Tuncer ailəni sizə cadu olunub, evdə qızıl var deyərək tamamilə idarə etməyə başlayır. Nəticə isə dəhşətdir. İnanılmaz işgəncələr. Ailə üzvləri günlərlə ac saxlanılır, ağaclara bağlanır və ən pisi, Meryem Tahnal adlı qadın bu işgəncələrə dözməyib ölür. Bədəni isə bastırılır. Qısa müddət sonra onun kiçik qızı Məlikə də müəmmalı şəkildə yoxa çıxır. Müge Anlının verilişində maskalar bir-bir düşdü. İzləyicilər canlı yayımda cinayət etiraflarını şok içində dinlədilər və nəhayət proqram davam edərkən studiyaya daxil olan polislər bütün ailəni və o qatil kürəkəni canlı yayımda qandallayıb apardı. Tuncer Aktaş ömürlük cəza aldı. Ailənin digər üzvləri də dəmir barmaqlıqları arxasında göndərildi. Bir insanın kör-körana inamı bütöv ailəni məhv etdi. Yaxşı, bəs siz bu hadisəni xatırlayırsınız? Şərhlərdə yazın.